Allahdan qorxursunuz? Allahdan qorxmur, vicdanından qorxmur. Məsələn, dinə bağlı insansınız, Dindən namaz, qorxuram. Mənə böyük imkan oruc. verirlər. Mənə böyük imkan verirlər. Bütün məscidləri sökərəm, deyərəm yerində məktəb tikilsin. Hətta bəli. Niyə? Mən ən Dinə böyük mi inanmırsınız, dindarlara mı inanmırsınız? dindarlara inanmıram. Mənə ən böyük zərbələr dindarlar. Neyiniblər ki siz? Aldadırlar. Siz haram, dindarlar hara? Yəni, harada İş çatışır? birliyi. Siz təsəvvür eləyin ki, Bismillahirrahmanirrahim. Allahın salamı olsun əziz İslam Peyğəmbərinə və onun pak əhl-i beytinə və onların təqvalı mömin sahabələrinə. Bildiyiniz kimi bu günlər Bəqi qəbirstanlığında qəbirlər üzərindəki tikililərin dağıdıldığı hadisənin ildönümüdür. Həmçində imamlarımızın aleyhissalam Bəqi qəbirstanlığında mübarək və şərif qəbirləri var idi ki, o qəbirlərin üzərinə tikililər var idi və vəhabilər gəldilər. Vəhşicəsinə dağıtdılar və vandalizmlə məşğul oldular. Bu günlərdə Azərbaycan gündəmini başqa bir hadisədə zəbt edib. Bu da bir iş adamının mənə imkan versəydilər, imkanım olsaydı məscidləri söküb yerinə məktəb tikərdim deməsidir. Biz bu məsələyə iki cəhətdən münasibət bildirmək istərdik. Əlbəttə bizim şəxslərlə işimiz yoxdur. Bu birinci dəfə deyil, axırıncı dəfə də böyük ehtimallı olmayacaq. Bu fikir qədim zamanlardan bəri ortaya atılıb və iki dəyəri yan-yana qoymağa çalışıblar. Bir dəyərlə başqa dəyəri vurmağa çalışıblar. Birincisi, insana sual verərlər ki, sən nə zaman məktəb tikmək istədin və sənə buna görə şərait yaradılmadı? Məgər Azərbaycanda ölkəmizdə məktəblər tikiləndə məscid mi dağıdılır və onun yerinə məktəb tikirlər? Yəni, məktəb tikmək üçün illa da məscid dağıtmaq lazımdır. Məscidin fiziki varlığı məktəbin tikilməsinə mane mi yaradır? Əsla yox. Hər kim məktəb tikmək istəsə, buyursun, o qədər boş ərazilər var, orada məktəb tikmək mümkündür. Həmçinin məscidin mənəvi varlığı məgər məktəbin, elmin, dərs oxumağın qabağını mı alır? Xeyr. Hansı müsəlman məscidində görmüsünüz ki, istər şiəli olsun, istər sünnili olsun, minbərlərdə çıxıb elmi pisləsinlər, desinlər elm oxumayın. Əsla belə deyil. İslam dini, hədislərimiz də var, ayələr də var, müraciət baxa bilərik ki, elmə nə qədər təşviq edib. Və həmçinin məscidlərə insanlar namaz vaxtı gələndə 17-20 dəqiqə qoy olsun, yarım saat, 1 saat orada vaxtları gedir. Qalan bütün vaxtları, 24 saatın qalan bütün saatları o insan asuda vaxtlarıdır, gedib nə qədər istəyir elm oxusun. Yəni, məscid məktəbin qabağını mı alır? Nə İslam dini oxumağı haram etməyib, qadağan etməyib, nə də məscid məktəbin oxumağın qabağını heç vaxt almır. Mənim yadıma gəlir, bir nəfər ateist təfəkkürlü bir insan idi. Zahirən də güya ziyalı kimi özünü aparırdı. Çox deyirdi ki, İslam geriyə salıb bizi, İslam geriyə aparıb, cəhalət dindir və s. Ona sadəcə bir sual verdim ki, siz ki, İslamdan bu qədər qaçırsınız, müsəlman deyilsiniz, dindar deyilsiniz, nə etmişsiniz bu xalq üçün? Hansı töhfəni vermişsiniz? Məgər siz Amerika kimi inkişaf eləmək istədiniz, sizin qabağınıza İslam aldı? Sanki bunlar raket düzəldirdilər, sanki bunlar sənayedə inkişaf eləyirdilər, sanki bunlar təbabətdə ən qabaqcıl ölkələrlə ayaqlaşırdılar. İslam dini gəldi bunlara, icazə vermədi, məscid bunlara icazə vermədi. Siz baxın, görün ölkədə nə qədər dindar olmayan insanlar var. Neçə faizi ziyalı, neçə faizi ali təhsilli, neçə faizi nə iş görüb bu xalq üçün elmi cəhətdən. İş görməyənlərin qabağını İslam dini mi alıb? Onlar ki, əslən dindar deyirlər. Və ikinci bir nöqtə bundan ibarətdir ki, ikinci bir məsələ bundan ibarətdir ki, tərəf deyir ki, mən dindarlardan ziyan görmüşəm və məscidləri söküb yerinə məktəb tikərdim. Baxın, bu dini dindarda axtarmaqdır. Əksində olmalıdır, dindarı dində axtarmaq lazımdır. 5 nəfər, 10 nəfər, 100 nəfər dindarın təəssüflər olsun ki, etdiyi yanlış əməllər, əgər ediblərsə, dinə heç vaxt ləkə vura bilməz. Misal üçün elə şəxsin özündən götürək, bu sözləri deyən iş adamının haqqında internetdə axtarış versəniz, nə qədər jurnalist onun əleyhinə danışıb və onun nadürüst olduğunu ortaya qoyub. Hətta deyirlər ki, özünüz axtarış versəniz internetdə görərsiniz necə nadürüst insandır və nə qədər insanları aldadıb. İndi biz duraq deyək ki, sən belə olduğuna görə bütün iş adamları pisdirmi? Yəni, bir nəfərə görə, 5 nəfərə görə bütün iş adamlarını pis hesab etmək olarmı? Və yaxud da hər hansısa bir ölkədə prezident pisdirsə, ölkəni idarə edə bilmirsə, nazirlər pisdirsə, ölkəni idarə edə bilmirlərsə, prezident aparatı sökülməlidirmi? Nazirlərin
oturduğu binalar, nazirliklər sökülməlidirmi? Yəni bu nə məntiqdir? Bu problem əslində dünyəvi dövlətlərdə daha çox özünü biruzə verir. Biz deyəndə ki, dindarın səhv əməlinə görə din ləkələnməməlidir, dində günah yoxdur, dindarda problem ola bilər, günah ola bilər. Bu dinin günahı deyil, qəbul etmirlər. Amma gün gəldi, dünyəvi dövlətlərin özlərində dini qəbul etməyənlər özləri müəyyən nadürüst əməllər etdilər, məmurlar özbaşınalıq etdilər və heç kim də deyə bilməz ki, o məmurların özbaşınalığı dövlətin qanununun problemidir. Xeyr, dövlətdə qanun var, dövlətlər qanun qoyub, o qanunlara əməl etməyən məmurlardırlar günahkar. Biz deyəmərik ki, o məmurlar üçün ki, bu naqis işləri görürlər, əli əyri insanlardırlar, nadürüst insanlardırlar, pəs deməli elə qanun yoxdur, pəs deməli elə dövlət pisdir. Belə deyə bilərikmi? Əsla yox. Çünki qanun var, qanuna əməl edilmir. İndi hər hansısa bir dindar dinə əməl etmirsə, biz buna görə dini pis hesab etməməliyik. Buna görə dinin ibadət mərkəzi olan məscidi sökməməliyik. Əksinə, həmin dindarlara nəsihət etməliyik ki, salih əməl sahibi olsunlar və onlara görə heç də din gözdən düşməməlidir. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin. Bu rəhbərlik və bu belə şəhər şamata ilə böhtan atmaqla. Siz müsahibə verirsiniz ki, məscidləri söküb yerində məktəb tikəcəm. Siz sakinlərin heç sağlamlığını nəzərə almırsınız, acınacaqlı vəziyyətdə buraxmırsınız. Sizdən məktəb tikən olar. İskəndər müəllim, sizin köçən çəkilişlərinizdə mən olmuşam. Siz qazilər, şəhid ailələrini alınan haqsızlıqlarla bağlı mən çəkmişdim. Şəhid ailələrinin belə siz pullarını vermirdiniz. Şəhid ailələri, qazilərin pullarını verməmişdiniz, həmən çəkilişdə mən iştirak eləmişdim. Çəkiliş edən də mən idim.